Yeni videodan hamıya salam. Bu dəfəki videoda necə ticarət eləməliyik ondan danışacağam. Əslində bu video daha erkən gəlməli idi. Hansı ki, texniki analizdən əvvəl bu videonu çəksəydim daha yaxşı olardı. Çünki biz sıfırdan trading dərsləri çəkiriksə, analiz etməyi öyrənməmişdən əvvəl bunları bilməliyik ki, analiz etməyi öyrənəndə həmin onları tətbiq edəcəyimiz bir yer olsun. Ona görə də bu gün ondan danışacağıq ki, necə ticarət eləməliyik. Ticarət eləmək üçün ilk növbədə bizim broker ehtiyacımız var. Brokerdən də ötən dərslərdə danışmışdım. Broker seçimində sərbəstlik, amma təbii ki, bəzi diqqət eləməli olduğumuz şeylər var ki, hansı ki, bizim kapitalımız brokerdə olur və bu seçdiyimiz broker ə, bizə güvən verməlidir. Çünki bizim kapitalımız onların əlindədir. Çıxarışlarımızda və yatırımlarımızda gecikmələr olmamalıdır. Yəni hər şey yüksək səviyyədə olmalıdır. Support xidmətləri, dəstək xidmətləri əlçatan olmalıdır. Bu kimi şeylər nə qədər yüksək səviyyədə olsa, biz daha rahat həm ticarət eləyərik, həm də daha rahat olarıq ki, kapitalımız bilərik ki, əmin əllərdədir. Biz özümüz XM brokerini istifadə edirik. Çünki onlarla həm partnerik, həm də güvəndiyimiz brokerdir. Elə ona görə də videonu XM broker üzərindən izah edəcəm. Həmçinin də bizim linklə XM-dən qeydiyyatdan keçənlər $50 bonus əldə edir. Belə. Mən XM-in üzərindən izah edəcəm. Onsuz çox brokerdə eynidir. Sizdə də özünüz bazarı araşdırıb hansı uyğunsa seçim eləyə bilərsiniz. Belə. Nə edirik? İlk növbədə axtarışa XM yazırıq. Brokerimizin adını yazırıq. Daxil oluruq. Orada birinci hesab açmalıyıq. Açılan səhifədə Get Started var. Sağ yuxarıda. Ona klik edirik. İndi bizi qarşılayan səhifədə ölkəmizi, mailimizi, passwordumuzu daxil edirik. Bir də burada soruşur ki, partnyor kodunuz varmı? Bura Enter Here dedikdə bizə belə bir yer açır. Burada partnyor kodunu əlavə elədikdə sizin hesabınız partnerə bağlanır. Yəni məsələn bizim $50 bonus istifadə etmək istəyirsə, bizim partnyor kodunu yazıb hesabınızı bizim linkə bağlamış olursunuz. Beləliklə də $50 bonusu əldə etmiş olursunuz. Bundan əlavə də XM-də $100 qədər 100% bonus var. Yəni $100 yatırım eləyənə qədər sizə 100% bonus verir. Ondan sonra $500 qədər 50%, səhv etmirəmsə $10.000 qədər də 20% bonuslar əldə edə bilərsiniz. Register dedikdən sonra artıq bizim hesabımız açılmış olacaq və bizi belə bir hesab qarşılayacaq. Əgər hələ ki yoxlanışlar etmək istəyirsə, demo hesab aça bilərsiniz XM-in daxilində. Yaxud real hesabı keçmək istəyirsə, hesabınızı doğrulamalısınız. Yəni hesab açmaqla hər şey bitmir. Hesabınızı doğrulamalısınız ki, siz ora yatırım və orada yatırım və çıxarış edə biləsiniz. Öz kimliyinizi təsdiqləyərək. Bununla bağlı videonu bizə Telegramdan yazıb əldə edə bilərsiniz. Daha detallı video hazırlamışıq. Burada videoda onu izah edib videonun vaxtını uzatmayaq. Sırf XM brokerindən qeydiyyatdan keçmək istəyənlər Telegramdan yazıb yatırım, çıxarış, hesab təsdiqi, XM hesabı açmaq və s. ilə axır kimi buna aid bütün videoları bizdən əldə edə bilərsiniz. Burada sadəcə vaxt uzanmasın deyə videoda göstərmirəm. Belə, hesabımıza daxil olduqdan sonra bizi belə bir yer qarşılayır. Hesabımızı tutaq təsdiqlədik və yaxud demo hesab açdıq. Ticarət eləmək istəyiriksə, bu bizi qarşılayan yerdə tək kliklə işləmlər hissəsi var. Bunu açırıq və artıq biz satış və alış əmrinin hər hansısa birini seçib sadəcə bir klik etməklə əməliyyat aça bilirik. Hal-hazırda həftə sonu olduğu üçün sadəcə Bitcoin, qızıl bazarı, Forex bazarı bağlıdır. Ona görə Bitcoin-də videonu izah edəcəm. Məsələn, buna klik elədik, bir əməliyyat açdı, bir əməliyyat açdı. Yaxud satışa keçdik, bir dəfə klik elədik, satış əməliyyatı açdı. Əməliyyatlarımızı belə rahatlıqla açıb bağlaya bilərik. Bağlamaq istəyəndə X-in üzərinə basırıq, bağlayırıq. Və yaxud trade terminləri videosunda izah elədiyim kimi take profit və stop loss təyin etmək lazım olur bizə. Belə take profit əlavə edə bilərik, tutub basıb aşağı salıb stop loss təyin edə bilərik. Bunları təbii ki, manual da eləmək olar. Necə ki, istədiyimiz rəqəmi yazırıq, həmin yerdə əməliyyat açır və həmin yerlərə stop və yaxud take profit təyin edir. Bu isə daha rahatdır ki, tək kliklə istədiyimiz anda əməliyyatlarımızı açıb bağlayaq. Belə, məsələn, bu əməliyyatları bağlamaq istəyirsə, dediyim kimi X-a basıb bağlaya bilərik.
Amma biz əməliyyatları daha çox XM üzərində yox, XM hesabımızı MetaTrader hesabımıza bağlayıb eləyirik. Bunu necə eləyirik? Onu isə indi telefondan keçid eləyib sizə izah eləyəcəm. Bunun üçün ilk növbədə bizə telefona keçid etməmişdən onu deyim ki, bizim hesab bilgilərimizə, hesab məlumatlarımıza çatmağımız lazımdır. Burada hesabımızın üstünə basdıqdan sonra bu demo hesabıdır. Məsəl üçün, burada belə bir yer açılır. Düzənliyə basırıq və burada hesab bilgiləri çıxır. Hesab bilgilərinə çıxdıqdan, giriş elədikdən sonra sizin bütün hesab məlumatlarınız ora düşür. Daha sonra MetaTrader-ə keçib bu hesab bilgilərimizi, məlumatlarımızı orada uyğun xanalara yazaraq MetaTrader-a öz XM hesabımızı bağlamış oluruq və bütün MetaTrader-də açdığımız əməliyyatlar XM hesabımıza da açılıb bağlanmış olacaq. Yəni əməliyyatlarımızı MetaTrader üzərindən idarə eləyəcəyik. Elə isə keçək MetaTrader-a telefondan baxaq. MetaTrader-ı Play Store və yaxud App Store-da rahatlıqla MT5 yazaraq və yaxud MetaTrader 5 yazaraq tapa bilərik. Burada yükləyib proqramımızı açırıq və daxil oluruq. Məni belə səhifə qarşılayır, amma sizi belə səhifə qarşılamayacaq. İndi sizi qarşılayacaq səhifəyə keçim. Deməli, birinci sizdən broker soruşacaq, hansı ki, məsələn, hansı broker istifadə edirsinizsə, axtarış onu yazıb. Biz məsələn XM istifadə ediriksə, yazırıq XM Global. Bizi XM qarşıladı. Buna daxil oluruq. Çünki bağlayacağımız hesabı, brokeri seçməliyik. Və bayaq dediyim kimi hesab bilgilərində olan məlumatları burada doldururuq. Server sunucu, orada hesab bilgilərində iki yerdə yerləşən sunucu server sunucunu seçirik, tapırıq. Burada uyğunlaşdırırıq. Məsələn, orada yazılıbsa MT59, onu seçirik. Login hissəsinə MT-no-nu seçirik. Burada Enter Login hissəsinə daxil edirik. Yəni loginimiz bizim meta ID-imizdir. Hesab bilgilərində də bu meta-no olaraq yazılıb. Password hissəsinə isə XM-ə daxil olanda da seçdiyimiz password şifrəni yazırıq. Bunların hamısını tam dəqiq yazdıqdan sonra artıq siz sign in, yəni hesaba giriş etdikdə sizin XM hesabınız MetaTrader 5 hesabına bağlanmış olacaq. Artıq hesabımızı bağlayandan sonra qrafikə baxırıq. Burada da tək kliklə əməliyyat aça bilərik. Sağ yuxarı köşədəki hissəyə basırıq. Burada buy və yaxud sell əməliyyatları aça bilərik bir kliklə. Məsələn, buy əməliyyatına bastım. Bir toxunuşda buy əməliyyatı açsın. Yenə həmçinin eyni. Və yaxud sell düyməsinə klik edirik. Bir toxunuşda sell əməliyyatı açır. Həmçinin əməliyyatımızın üstünə gəlib ona toxunub take profit və yaxud da stop loss əmrlərini belə sürüşdürərək təyin edə bilərik. Burada da modify position elədik və artıq bizim əməliyyatımız üçün take profit səviyyəsi məlum oldu. Stop loss da həmçinin eyni şəkildə gəlirik bura, stop lossumuzu məsələn sürüşdürüb istədiyimiz yerə qoyuruq. Modify position dedik. Əməliyyatımız artıq modify olundu, yəni dəyişdi. Burada ortadakı trade ticarət hissəsinə gəlib balansımızı görə bilərik. Bu bizim demo hesabımızdır. Balansımızı görə bilərik. Məsələn, sonra burada əməliyyatımızın üstünə gəlib modify position deyib əməliyyatımıza stop loss və take profit burada rəqəmlə qeyd edə bilərik və yaxud əməliyyatımızı birbaşa buradan bağlaya bilərik. Başqa burada 3 nöqtəyə klik edib close ol, yəni bütün əməliyyatlara bağla və yaxud close losing position zərərdə olan əməliyyatlarımızı bağlı edə bilərik. Və yaxud burada sağ yuxarıda plus'a klik edib əməliyyatı buradan da aça bilərik. Mən sellə bastım, sell açdı. Buy düyməsinə bastım, buy əməliyyatımızı açdı. Və yaxud burada bazarın müəyyən səviyyəsinə gələndə sizin üçün avtomatik əməliyyat açılması üçün limitlər təyin edə bilərik. Tutaq bazar 5000 qiymətindədir. Siz də istəyirsiniz ki 5000 ona gələndə sell əməliyyatı açılsın. Burada sell limiti seçirik, əməliyyatımızın həcmini seçirik, qiymətimizi seçirik və ya stop loss və yaxud take profit də istəyiriksə təyin edib limitimizi burada qoymuş oluruq. Baxın, burada düşdü. Belə. Ondan əlavə burada nə var? Qrafikin bu ortadakı hissəsində də əməliyyatımızın həcmini müəyyən eləyə bilərik. Belə, əməliyyat açıb bağlamaq üçün lazım olan ən təməl şeylər bunlar idi. Onları da izah elədim. Yəqin ki, video hamıya aydın oldu. İnşallah hamı üçün xeyirli olar. Bundan sonra da artıq texniki analizləri yavaş-yavaş öyrənə-öyrənə öz ticarət bacarıqlarınızı inkişaf etdirərsiniz. Mən də buna vasitəçi olaram inşallah. Belə, başqa indi fikirləşirəm nəsə qaldımı? Baxıram, məncə heç nə qalmayıb.
məncə videonu yekunlaşdıra bilərik. Sağ olun, növbəti videolarda görüşərik.